Hörmətli gənclər, əziz könüllülər, Azərbaycanın tərəqqisi naminə ümummilli məqsədlər üçün könüllü və təmənnasız fəaliyyət xalqımızın əsrlər boyu yaşatdığı ali dəyərlərdəndir. Xüsusilə vurğulanmalıdır ki, ümummilli liderimiz Heydər Əliyev daim Azərbaycan gənclərinə qayğı ilə yanaşmış, onların inkişafına, əsl vətənpərvər kimi yetişməsinə böyük diqqət göstərirdi. Hazırda bu inkişaf kursu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə və uzaqgörənliklə davam etdirilir. Müasir dövrün çağırışlarına və trendlərinə uyğun olaraq daha da zənginləşdirilir. Dövlət başçısının uğurlu gənclər siyasəti, Azərbaycan gəncliyinə hərtərəfli dövlət qayğısı nəticəsində gənclərin ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında rolu gündən-günə artır, potensialının reallaşdırılması üçün geniş imkanlar yaradılır. Bu sahədə birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır. Fəaliyyətinin ana xəttini nəciblik, insanpərvərlik və humanizm kimi ali amallar təşkil edən, dövlətimizin başçısının ən yaxın silahdaşı, ölkəmizin tərəqqisi üçün əzmlə və fədakarlıqla çalışan hörmətli Mehriban xanım Əliyevanın vətənə sədaqətli, milli ruhlu gəncliyin yetişməsində əməyi misilsizdir. Bütün bunların nəticəsidir ki, gənc nəslin əhəmiyyətli bir hissəsini əhatə edən könüllülər də artıq ictimai proseslərdə fəallığı, təşəbbüskarlığı ilə seçilən önəmli sosial qüvvəyə çevrilib. Biz də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq könüllülər hərəkatının inkişafını əsas prioritetlərimizdən biri kimi dəyərləndirir, könüllülərin bilik və təcrübəsinin davamlı şəkildə inkişaf etdirilməsi, yeni bacarıqlar qazanması və fəallığının daha da artırılması üçün hər cür dəstək göstəririk. Qeyd edim ki, Konfederasiyanın uğurlu təşəbbüslərindən olan AHİQ Könüllüləri proqramı da bu ənənənin davamıdır. Könüllülərimiz tədbirlərin təşkilində, sosial layihələrin icrasında yaxından iştirak edir. Həmkarlar İttifaqlarının fəaliyyətinin təbliğinə və nüfuzunun artmasına önəmli töhfələr verirlər. Sözgedən layihə gənclərimizin sosiallaşmasında, fərdi və peşəkar inkişafında mühüm əhəmiyyət kəsb edir. Əziz dostlar, Azərbaycanda könüllülük hərəkatı, könüllü kimi sizin fədakarlığınız, böyük şövqlə gördüyünüz işlər həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət edən milli dəyərdir. Beynəlxalq Könüllülər Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir. Xeyirxah missiyanızda uğurlar arzulayırıq. İnanırıq ki, siz vətənimizin layiqli övladları olaraq Azərbaycanın daha da güclənməsinə önəmli töhfələr verəcəksiniz.